Salam əziz şagirdlər. Deməli bugün kvadrat köklü və həkk üslü qüvvətin 9-cu sinif dim toplusundan 50-dən sonranın izahını inşallah sizə verməyə çalışacağam. Vaxt itirmədən keçək sualların izahına. Deməli 50-ci sualı da izah eləmişəm. 52-ci sual deyib A kiçikdir 0 olanda, yəni A mənfi olanda, A mənfidirsə məsələn mənfi 1 olanda deyib hansının mənası var. Kök altında uşaqlar mənfi 1 mənası var, yoxdur. Mənfi, bax, mənfi 2 vurma mənfi 1. 2 dənə mənfi ədədə vuranda müsbət edəcək. Elə cavab B bəndi. Digərlərini yoxlayanda baxacaqsınız ki, mənası yoxdur. Uşaqlar, bunu bir kökün altına yaza bilərəm. Bir kökün altında, yəni dərəcələr hamısının eyni olanda yazacağam ki, bir kökün altında 5 vurma 12 bölünsün 20-yə. Bu da olacaq. Kök altında 5 12 vuranda 60, 60 20-yə böləndə 3. Kök altında 3, ondan da çıxacaqlar, çıxmayacaq deyə cavab D bəndi olacaq. Bunda da eyni qaydadır. 16-dan neçə çıxır uşaqlar? 4. 4 vurma 4 elədi kök altında 16. 16-dan da təbii halda indi 4 çıxır. Təbii halda 4 çıxacaq. Baxın. Bu əmsal kökün qabağında olan ədədləri bir verəcəm. 3 vurma 4 kök altında kök altı 2. Bax dərəcələr eyni olursun, bir kökün altına yazacağam. 2 vurma 5 vurma 10. Bir kökün altında yazım. Kök altılar hamısını bir yerdə yazım. Bu da olacaq 3 vurma 4 12 kök altında. 2 5'im 10, 10 da 10'la vuranda 100. 100'ə neçə çıxacaq uşaqlar kökdən? 10, 10 da 12 vuranda 120. Getdik qabağa. Deməli hansının mənası var? A. Burada A özü mənfi olmalı, qabağında mənfi olmalıdır ki, müsbət. Mənfi A özü müsbət mənfi olsun ki, qabağındakı mənfi də müsbət eləsin. O baxımdan A kiçikdir 0, C bəndi olacaq. Baxın, bunda necə işləyəcək? Deməli, biz bunu işləmək üçün birinci nəyə baxmalıyıq? 62-ci sual. 0 tam ikisində də ortaq olan nədir? 49. 49'u çıxardıram. 49'u çıxardığında 0 tam %80 82 üstə gəlsə 0 tam %87. Bu da olacaq kök altında 49 vurma deməli. Neçə eləyəcək? 49 vurma 0 tam %60 yox. 1 tam %69 toplayanda. Burada müxtəlif köklərdə yazsam 49'dan neçə çıxacaq? 7 çıxacaq. 1 tam 169'dan uşaqlar 169'dan nə çıxır? 13. Deməli bundan da 1 tam 13 çıxacaq. O da eləyəcək 9 tam 1. Cavab B bəndi. Eyni qayda. Baxın, bu 64. 64 necə yaza bilərəm? Deməli 4-də 4'ü yaza bilərəm 9'da 4. Çıxılsın 3'də 1. 9'da 4'də nə çıxır? 3'də 2 çıxır. Çıxılsın 3'də 1. Bu da olacaq 3'də 2-dən 3'də 1 çıxanda 3'də 1 alınacaq. Bu da eyni qayda. Bunu bir kökün altına yaza bilərəm uşaqlar. Bax, bir kökün altında. Dərəcələr eyni olanda bir kökün altında. Yazıram 10'da 63 vurma. 1 7'nin 7 üstünə 3 gələndə eləyəcək 7'də 10. 10'dan ixtisar getdi. 63'dən 7'ni ixtisar edəndə qalacaq kök altında 9. Bundan da çıxır 3. Cavab C bəndi. Bunu da eləyəcək. Bu sadədir uşaqlar. 9'a neçə çıxır? 3 çıxır. 7'dən 3 çıxanda 4 alınacaq. 4'dən kökdən nə çıxır? Baxın, bir dənəsini 68'i baş salım. 68 olacaq necədir? Kök altında 47. 47. Deməli, çıxılsın plus kök altında 7. Çıxılsın kök altında 9. Ben necə yazsam bunu? 9'a neçə çıxır? 3. 7'dən 3 çıxanda 4. Kök altında 4 olacaq da bu. Kök altında 4'dən neçə çıxır? 2. Olacaq 47 plus 2. Bax, bunun cavabı 2 elədi. 2 elədi 49. Kök altında 49. Bu da kök altında 49 nə deməkdir? 7 deməkdir. Cavab 7 olacaq. C bəndi. Bunda da eynidir. Hansı ədəd mənfidir? Uşaqlar, mənfi ədəd bilmək üçün bunu da kök altına salın. 4 nə deməkdir? Kök altında 16 deməkdir də. 16'dan 14 çıxanda müsbət alınır. Deməli mənfi deyil. Bunu yazaram. 2'nin yazaram kök altında 4. 4'dən 3 çıxanda yenə müsbət. Bunu yazaram kökün altına salaram. Baxaq nə olacaq? Başımıza nə gələcək? Deməli kök altında 2'nin kvadratı 4, 2'də vuranda 8. 8 çıxılsın kök altına 6, bu da müsbət. Amma buna baxın bir dənə. 3'ün kvadratı 9. 9'dan kök altında 11 gəl çıxanda. Mənim 9'un 11 düzdür, çıxmaq olmaz uşaqlar. Amma bir də təxmini bilirsən ki, 9'un aldığı təxmini qiymət 11'dən aldığı təxmini qiymətdən azdır. Yəni kiçikdən də böyüyünü çıxanda mənfi alınacaq. Bizdən də onsuz mənfini istəyir. Baxın, bu suallar da sadədir.
Deməli, yuxarını yazıram. 2 üstündə -2 vırma 2 üstündə -4-ü vuranda -12. Bu da olacaq 2 üstündə -14. Bu da eləcək 2 üstündə -2-dən -12-ni toplayanda -14 bölünsün. Bu -14'dür. 7 2 14 olaraq 2 üstündə -14. 2 üstündə -14 bölünsün 2 üstündə -14 bölən zaman üstlər çıxılır. Üstə gəlsin 14 olur. O da olacaq 2 üstündə 0. Niyə -14-dən -14 toplayanda 0. Bu da eləcək 1. Cavab 1 alınacaq. B bəndi. A ikisi 0-ı sadələşdirin. Baxın uşaqlar, bundan A üstü 22-dən modulda çıxacaq. 1,4 modulda A üstü 11. Modulda indi çıxartmasının işarəsini bilməliyim. A da deyib mənfidir. -1,4 A üstündə 11. Belə. Cavab -1,4 A üstündə 11. C bəndi. Ondan sonra baxaq. X üstündə qüvvət yüksəldəndə 3-də 4-ü vuracam 5-də 3-ə. İndi bir dənə də vurma. X üstü -5-də 3. 3-də ixtisar getdi. Qalacaq X üstündə 5-də 4 vurma. X üstü -5-də 3. Əsaslar indi olanda uşaqlar üstlər toplanılır. 5-də 4 üstə gəlinsin. Çıxılsın indi olacaq. Çünki biri mənfi, biri müsbətdir. Çıxılsın 5-də 3. Bu da olacaq X üstü 5-də 1. Cavab belə. Basandır uşaqlar. 64-dən nə çıxır? 64-dən 8. Olacaq indi 3 vurma 8 çıxılsın 2 vurma 5 üstə gəlsin 10-un da kvadratı 100. Yəni ondan da 100-dən də 10 çıxır. 3 8-in 24 çıxılsın 10 plus 10. Ondan istilah getdi 24 alınacaq cavab. Baxın. Bunlar gedəndə tək dərəcələrdən -6 çıxır. Amma cüt dərəcədən gedəndə modulda -7 çıxır. Modulda. Bunda da gedəndə elə bil 8 4-ə böləndə 3 üstü 2. -3 üstündə kvadratı. Bu da olacaq -6 çıxılsın. Bu neçə olacaq? -7-dən -7 çıxacaq. Yəni qabağındakı mənfiyə dəxlisi yoxdur. Plus -9. Bu deyəcək. -6 çıxılsın 7 -13 9-a çıxanda -22. Belə. Bu bir sizə uşaqlar çətin gələ bilər. Bax. A minus B-nin kənardan kvadratını düstürün bilirsiniz məncə. Olacaq deməli A-nın kvadratı çıxılsın 2AB plus B-nin kvadratı. Müxtəsər vurma üsullarının hamısını əzbər şəkildə bilin. 2 kök altında 3-ün kvadratı minus 2 vurma 2 kök altında 3 vurma 3 kök altında 5 plus 3 kök altında 5-in kvadratı. Bu da olacaq 2-nin kvadratı 4, 4-ü isə vuranda 12. Çıxılsın 2 2 4 24 kök altında 15. Necə tapdım? 2-ni 2-yə vurdum 4, 4-üsün 12. Yox 12. Səhv edim. 12, 3 5-imdə 15. Bunu indi kvadratı 3-ün kvadratı 9, 5-ə də vuranda 45. İndi 12-də 45 toplayanda 57 çıxılsın 12 kök altında 15. Belə. Cavab Y bəndi. Belə. Yenə uşaqlar eyni qaydada bunları ixtisar edib tapacaqsınız. Bax 4 7-dən 28 kök altında. İndi bir kökün altına yaza bilərəm də 2 3 6 bunun hansıdır? 2 3 6. Bu da olacaq 28 vurma kök altında 2 3-ün 6 6 6-ın 36. 36 necə çıxır uşaqlar? 6 çıxır. 28 vurma 6 bu deyəcək 6 8 48 168 səhvlərimizə. Yəni onu siz taparsınız. Yenə bu gedəcək modulda 15 çıxacaq. Mənim müsbətdə axı yenə də modulda çıxar. Bununla bu getdi. Modulda üstə gəlsə modulda -13. Bununla bu gedir amma modulsuz çıxır 17. 15-dən çıxır 15. -13-dən plus 13 olur. Çıxılsın 17. Buna bunu toplayanda 28 17 çıxanda 11. Cavab 11 olacaq. Y bəndi. Belə. Bunu inşallah indi də siz izah edəcəm. 33 hansı ədədlərin arasındadır? 33-dən təxminən 5 tam nə qədər çıxır? Çünki 33-dən kiçik 25 var ki, ondan tam küçük çıxır. 5 tam nə qədər? 5 və 6-nın arasında bu sadədir. Hansının deyim mənası yoxdur.
mənası yoxdur. Təbii ki, daha uşaqlar. Mənfi 7-nin kvadratı mənfi bu mənası var düzdür. Baxaq elə bir dənə. Bunun mənası, bunun da mənası var. Mənası yoxdur deyib. Hə, bunun mənası yoxdur. Çünki cüt dərəcədən içində mənfi ola bilməz. Mənfi 5-in kubu mənfi 125 edirsə, cüt dərəcədən mənası olmayacaq. Hə, 92-yə baxaq uşaqlar. Deməli 92-də necə işləyəcəyik? 92-də təbii ki, kök altının 15-i kök altında 5-ə verəcəm. Çox ədlə verilməz qaydasından. Gəlin başlayaq. Yazılacaq. Deməli kök altında 15 minus kök altında 6 bir də kök altında 5 plus kök altında 2 belədir. Neçənci sualda? 92-ci sual. Kök altında 5 plus kök altında 2. Bunu buna verəcəm. Bunu buna verəcəm. Belə. Kök altında 15 vurma kök altında 5. Üstə gəlsin. Kök altında 15-i 2-yə verəcəm. Kök altında 15 vurma kök altında 2. Ondan sonra keçəcəm buna. Kök altında çıxılsın. Çünki mənfini müsbət verirəm. Kök altında 6 vurma kök altında 5. Ondan sonra çıxılsın bir də kök altında 6 vurma kök altında 2. Kök altında olacaq 75. 75. 15-i 5-ə verəndə bir kökün altına yaza bilərəm. Kök altında 15-i 2-ə verəndə 30. Çıxılsın 6 5-im 30. Kök altında 30. Çıxılsın kök altında 12. Bunlar islah getdi. Qaldı. 75-i kök altında 75 minus kök altında 12. Bunlar çıxmaq olmaz uşaqlar. Elə bilməyin, 75-dən 12 çıxıb cavabı yazacağım. Yox. Bunu necə yazacağım? 75-i yazacağım 25 vurma 3 kimi. 12-ni yazacağım 4 vurma 3 kimi. 25-dən 5 çıxır. 5 kök altında 3. 4-dən neçə çıxır? 2 kök altında 3. 5 kök altında 3-dən də 2 kök altında 3 çıxanda 3 kök altında 3. Belə. Cavab 3 kök altında 3 olacaq. Cavab 3 kök altında 3 bu daha. Belə. Davamına baxaq uşaqlar. Davamı. İndi uşaqlar bu 94-ə baxaq. 94. 4,2-ni 1-ə yazıram. 10-da 42. A üstündə 7, B üstündə, mənfi B üstündə, mənfi B üstündə. Mənfi 13. İndi uşaqlar bunun kvadrat üsəldəndə elə bil kök altında kvadrat üsəldəcəm. 42-də 10-un kvadratı. A üstündə mənfi 3-ün kvadratı. B üstündə 6 kvadrat. Bu da olacaq 10-da 42. A üstü 7. B üstündə mənfi olanda isin olmayacaq. Yəni elə belə mənfini çıxarda bilərəm qabağa. B üstündə mənfi 13. İndi bu da olacaq. Bunun kvadratı kökdən kvadrat gedəcək. Olacaq 42-də 10. A üstündə mənfi 3 2-yə verəndə mənfi 6. B üstündə 12. Bu da olacaq. Bunlar ixtisar getdi. A üstündə 7-ni A üstü 6-ya verəndə A üstündə 7-dən mənfi 6-nı toplayanda 1. B üstündə bununla da bunu toplayanda mənfi 1. Olacaq belə. Baxaq elə bir dənə nəsə çıxmadı. Qabağında bir dənə mənfi var idi. Qabağında bir dənə mənfi var idi. O mənfi 7-dən çıxdı bizdə. Qabağında bu mənfi var idi axı. Unutduq bunu. Bu da olacaq A. B üstü mənfi 1 idi. Bölünsün deməkdir. Bu da qabağında mənfi. Cavab bu şəkildə olacaq. Bunlar hamısı eyni şəkildədir uşaqlar. Bunu 2 əldən kvadrat şəklində yaza bilərəm. Amma 2 minus kök altında 15. 2 plus kök altında 15. İndi 2-nin kvadratı çıxılsın kök altında 15-in kvadratı. 2-nin kvadratı 4 çıxılsın kök altında 15-in kvadratı da 15-ni yazır. 4-dən 15 çıxanda mənfi 11. Cavab bu şəkildə. Yəni asanlıqdan azad edəndə uşaqlar yadda saxlayın ki, biz azad edəcəyik. Baxın, 99-cu sual.
Qoşmasına verəcək. 3 bölünsün 3 minus kök altında 2. Yəni 3 plus kök altında 2-yə vursam hər şey əldə olunacaq. Deməli 3 plus kök altında 2. Bu da olacaq. Deməli 3 minus kök altında 2 minus 2. Bir də 3 minus plus kök altında 2. Bu da olacaq. Deməli 3 plus kök altında 2 3-ün 9 çıxılsın kök altında 2-nin kvadratı. Kökdən bu kvadrat getdi. Oldu. 3 plus 3 kök altında 2 bölünsün. Kök altında 2-nin kvadratı 2 deyəcək. 9-un 2 çıxanda 7. Belə bir cavab olmalıdır. İndi bunu da verib açıb. 3-ün 9 3 kök altında 2 bölünsün 7. Belə uşaqlar. İndi davamına baxaq. Uşaqlar, bunun dərəcələr ikisində nədir? Eynidir də. 101. 5-ci dərəcədən, 5-ci dərəcədən 1 kökün altında. Bir dəfə 3 çıxılsın 2 kök altında 2. Bir dəfə də olacaq 3 plus 2 kök altında 2. Belə. Bu da olacaq 5-ci dərəcədən. Nə olacaq? 3-ün kvadratı müxtəsər vərəmət üsulunda çıxılsın 2 kök altında 2-nin kvadratı. Bir kökün altını yazıram. 5-ci dərəcədən 9 çıxılsın. 2 kök altında 2-nin kvadratını tapanda 2-nin kvadratı. Vərəmət kök altında 2-nin kvadratı 2. 8 kök altında 5-ci dərəcədən 1. O da 1 deməkdir. Belə. Uşaqlar. Burada hamısı eyni qaydadır. Yaxşı, bunlardan da izahlayayım. Bu mənfi 0,2-nin kvadratı müsbət 0,4-dür. Çıxılsın. Bu moduldan bu şey gedəcək. Kökdən bu kvadrat gedəcək. Mənfi 0,2 qalacaq. Olacaq 0,4 çıxılsın. Bundan nə çıxacaq? 0,2 çıxacaq. İndi bunu necə çıxasan bəs? Necə çıxmaq lazımdır? Bunun yanında bir dənə 0 atırsan. Heç nə çıxmaq nə var ki? 20-dən 4 çıxan 16 qalmır. Amma mənfi 0,16. Belə. 106-ya baxaq uşaqlar. 81 üstündə 4-də 1. Ondan sonra 3 üstündə 3 kök altında 3. 3 kök altında 3. Bölmüş 3 üstü 2-də 1. 2-də 1. Baxın. 81-i yazaram 3 üstündə 3. 3 üstündə 4. Üstündə 84-də 1. 81 3 üstü 4 deməkdir də. Bu çıxmadı deyəsən bunların arasında. Bəli, çıxmadı. İndi bunda isə uşaqlar, bunda necə olacaq? Deməli, 3 üstü 1. Kök altında bunun dərəcəsi 1, bunun dərəcəsi 2. Vırma, bunun əvəzinə yazacağım 3 üstü 2-də 1. Yenə də 3 üstü 2-də 1. Bununla bu ixtisar getdi. 3 üstü 1 çıxılsın. Bunları toplayacağım hamısını. 1, 2-də 1, 2-də 1. Toplayanda 2. 3 çıxılsın 9. O deyədir mənfi 6. Elə də mənfi 6 cavab. Deməli, elə bir cavab var. Bəli, cavab var. Belə, qalanlar uşaqlar özünüz yavaş-yavaş işləyəcəksiniz. Hamısını elə mən deyim, sizə yazın. Elə bir söhbət yoxdur. Sabaha hamı işləsin. Sabah hamı qayda oxusun, düsturları oxusun. Vacib şəkildə. Xahiş edirəm, kimsə yalandan boş-boşuna məşğələ gəlməsin. Ciddi şəkildə hazırlaşsınlar. Sağ olun, salamat qalın.